Bismillah. Mayda 3 bürc milyonçu olacaq. Astroloqlar 3 bürcün maliyyə vəziyyətini niyə çətin şəkildə yaxşılaşdıra biləcəyini izah edib. Xüsusilə güclü bir dövr mayın 3-ü 15-i arası davam edəcək. Bu günlərdə pul və daxili münasibətlər haqqında hər hansı bir düşüncə tez bir zamanda gerçəkləşəcək. May ayında qız bürcü bütün bürclər arasında ən əlverişli mövqelərdən birini tutacaq. Planetlər ayla birləşərək həqiqətən kral dəstəyi yaradacaqlar. Astroloqlar xoşbəxt şansları proqnozlaşdırırlar. Lotereyada qalib gəlmək, qəfil vəzifə yüksəlişi və ya işlərinə görə layiqli maaş. May ayı iş yerlərini və hətta peşələrini dəyişmək üçün mükəmməl zamandır. Əgər yeni bir şey sınamaq istəyirsinizsə, indi mükəmməl zamandır. Əsas odur ki, müsbət baxışa sahib olun və özünüzə inanın. Bu yeni maliyyə üfüqlərinə qapı açacaq. Boğa bürcünü əlverişli bir dövr gözləyir, lakin uğur birbaşa başqaları ilə əməkdaşlıq etmək qabiliyyətindən asılıdır. Astroloqlar xüsusən də əvvəllər heç vaxt pul qazanmadıkları sahələrdə eyni vaxtda ən azı 3 yeni layihə götürməyi məsləhət görür. Risk götürməyə hazırlıq, yeni ideyalara açıqlıq və qeyri-adi variantları sınamaq istəyi Boğa bürcünün misli görünməmiş maliyyə yüksəkliklərinə çatmasına kömək edəcək. Rahatlıq zonanızdan çıxmaqdan qorxmayın. Ulduzlar sizin tərəfinizdədir. Əçidlər bürcü may ayında əsl maliyyə neməti gözləyə bilərlər. Pul asanlıqla gələcək və ən əsası onlarla qalacaq. Bu qeyri-müəyyən dövrlərdə belə sabitlik qısa müddətli qazancdan daha çox dəyərləndirilir. İndiki anda sevinç və həyatı qiymətləndirmək bacarığı ulduzların dəstəyini gücləndirə bilər. Əçidlər sahib olduqları şeylərə nə qədər çox minnətdar olarlarsa, bir o qədər çox gəlir əldə edəcəklər. Qoç bürcü ehtiraslarının arxasınca getməlidir. Onda pul təbii olaraq gələcək. Şirlər taleyin kiçik lakin xoş bir hədiyyəsini gözləyə bilərlər. Tərəzilər yaşamaq üçün etdikləri işin həqiqətən onların çağırışı olub-olmadığını düşünməlidirlər. Əqrəblər başqalarına kömək etməkdən faydalanacaqlar. Ox atanlar cəsarətli qərarlar qəbul etməlidirlər. Lakin xərçənglər, oğlaqlar və balıqlar ehtiyatlı olmalıdırlar. Qəfil depressiya, ay enerjisi ilə dünyəvi dəyərlər arasında münaqişə və ya keçmiş səhvlər maliyyə uğruna mane ola bilər. Ehtiyatlı olmalıdırlar.